Herkese salam. Bugün kimya reaksiyanın sürətini təsir edən amilləri izah edəcəm. Videoya başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm, çünki mənim üçün çox önəmlidir. Başlayaq birinci suala. Deyir, temperaturu 60 Selsi dərəcədən 80 Selsi dərəcəyə qaldırdıqda reaksiyan sürəti 16 dəfə artır. Reaksiyan sürətinin temperatur əmsalını müəyyən edin. Biz belə bir düstur bilirik uşaqlar. Düsturumuz nədir? V bərabərdir gamma üstü, yəni temperatur əmsalı T2 çıxaq T1 bölək 10 düsturunu keçmişik. İndi baxın, sizə deyir sürət 16 dəfə artır. Həmçinin bura biz V2 bölək V1 yaza bilərik. Yəni V2 bölü V1 16 demək istəyir bizə. Yəni buradan yazıram. 16 bərabərdir o zaman. Qammamız bilmirəm. Onu tapmalıyıq zaten. Temperatur əmsalını istəyir. Gamma üstü. 81-dir, 61-dir. 80-dən 60-ı çıxırıq. Bölürük 10-a. Deməli, o da bərabər edir gamma üstü. 80-60 çıxırıq 20. 20-ona bölürük 2. Deməli, gamma üstü 2 16-ya bərabərdir. Deməli, gammamız nəyin kvadrat 16 eləyir? Deməli, gammamız neçə olur? 4 çıxır uşaqlar. Deməli, cavabımız nə eləyir? 4. Birinci sualda olacaq D variantı. İkinci suala baxırıq. Yenə indi isə sürətin azaldığını, sürəti soruşur bizdən. Yəni V2 böl V1 bərabərdir. Qammamız 3-dür. Belə şifahi deyək. 70-dən 20 çıxırıq 50. 50-ni 10-a bölürük 5. 3 üstü 5-ə. 3 üstü 5-imiz isə 243 eləmiş oldu. Cavabımız Y variantı. Üçüncü suala baxırıq. Deyir, temperatur 80 dərəcəyə 50 dərəcəyə qədər ensə, reaksiya sürəti necə dəyişər? Reaksiya sürətinin temperatur əmsalı isə 2-dir. Uşaqlar, baxın, temperaturla sürət düz asılıdır. Yəni, temperatur azalsa, sürət də azalmış olur. Yəni, belə fikirləşin. İsti mühitdə daha sürətli gedir reaksiya, nəinki soyuq mühitdə. Deməli, temperatur düşdükdə sürət də azalmış olur. Deməli, baxın, 80 dərəcədən 50 dərəcəyə enib, deməli, azalıb. Deməli, temperatur nə etməlidir? Deməli, temperatur azaldı. O zaman sürət nə etməlidir? Azalmalıdır. Biz azalan cavabları götürürük. Artarları çıxdıq. Ya 2 dəfə azalar, ya 8 dəfə azalar. Biz bilirik ki, sürət də bərabərdir. Gamma üstü T2 çıx T1 böl 10-a. Düzdürmü? Aha, sürətimiz də deməli bərabərdir. Qammamız nədir? 2-dir. T2-miz 80-dən 50 çıxırıq 30. 30-dan bölür 3. 2 üstü 3-də nədir? 8 eləyir. Deməli, 8 dəfə o zaman azalar. İndi baxaq, 4-cü suala. Deyir, temperatur əmsalı 2-dir. Sürəti 60 dəfə artırmaq üçün bu 40 dərəcəyə neçə dərəcə qaldırmaq lazımdır? İndi baxın, uşaqlar. 64 bərabər olar o zaman. Qammamız 2-dir. 2 üstü. Temperatur 1-i bilmirəm. Amma ikincini bilirəm ki, 40 dərəcədir. Böl 10-a. 64 2 üstü 6 deməkdir. Bərabərdir. Bu da 2 üstü T1 çıx 40 böl 10. Deməli, 2, 2. Deməli, üstü 6 eləməlidir. Yəni, T1 çıx 40 böl 10, 6 eləməlidir. Baxın, yazıram. T1 çıx 40 böl 10 neçə eləməlidir? 6 eləməlidir. Deməli, T1-im də o zaman eləyir bu 6-dır. 6-dan avurum 60, 60-ın üstə 40 gəlir 100. Deməli, temperatur 1, 100 elədir uşaqlar. 5-ci suala baxıram. Deyir, temperatur əmsalı 2-dir. Yaxşı, qammamız 2-dir. 100 dərəcədə sürəti 0.3-dürsə, 130 dərəcə sürəti hesablayın. Uşaqlar, deməli, düsturu yenə qeyd edirəm burada. V2 böl V1 bərabərdir. Gamma üstü T2 çıx T1 böl 10-a. İndi bizə birinciyə görə sürəti verib, ikinciyə görə sürəti istəyir. Yəni, V2-ni tapmalıyam. V2, V1-im 0.3-dür. Bərabərdir. Gammanı verib 2, temperatur əmsalını. Temperatur ikincidə 130-dur, birincidə 100-dür. 130-dan 100-ü çıxıram. 30 böl 10. Neçə elədir? 3. Yəni, yenə yazıram. V2 böl 0.3 bərabərdir. 2 üstü 3. 8-ə.
V2 də bərabərdir 0,14 8-ə vursam eləyir 2,4. 6-cı suala baxırıq. Nə dedi? Reaksiyanın sürətinin temperatur əmsalı 3 olan reaksiyanın başa çatma vaxtını 54 dəqiqədən 6 dəqiqə endirmək üçün temperaturu neçə dərəcə artırmaq lazımdır? Yenə həmin qayda ilə yazırıq. Yazırıq. V2 bölək V1 bərabər qamma üstü T2 çıx T1 böl 10. Bu düsturu bilirik artıq, düzdürmü? İndi bizə deyir ki, 54 dəqiqədən 6 dəqiqə. Deməli, V2-miz 54-dür. V1-miz 6-dır. O da bərabərdir. Temperatur əmsalımız 3-dür. Burada yazaq. T2 çıx T1 böl 10. 54-ü 6-ya bölürəm 9. 9 da 3-ün kvadratı kimi yazsam. 3-ün kvadratı bərabərdir. 3 üstü T2 çıx T1 böl 10. Deməli, T2 çıx T1 böl 10 ilə bərabərdir 2-yə. Çünki 3 deməli üstədə 2 olmalıdır. Yazaq T2 çıx T1 böl 10 bərabər 2-yə. O da eləyir 20 dərəcə uşaqlar. 12-yə vurana 20 edir. 7-ci sualda yenə həmin qaydada 7-ni sərbəst əldə eləyərsiniz. 8-ci sualda həmin qaydadır. İndi gəlin 9-cu suala baxaq. Deyir ki, T2 bir temperaturlarına gedən reaksiyaların sürətləri nisbəti verir. Bizə nə istəyir? Getmə müddətlərinin nisbətini istəyir uşaqlar. Uşaqlar, yadınıza saxlayın ki, V2 böl V1 bərabərdir zamanların tərs. Yəni T1 bölək T2-yə. V2 böl V1 bərabərdir T1 böl T2-yə. Niyə? Çünki uşaqlar, düsturumuz var idi. Bizim sürətin belə bir düsturu var idi. V bərabərdir qatılıq bölünsün zamana, delta tau'ya. Buradan görürsünüz ki, sürət zamanla necə asılıdır? Tərs asılı. Yəni V2 böl V1 bərabər T1 böl T2-yə. Elə o da nə eləyər? 8 eləyər o zaman. Yəni V2 böl V1 8-dirsə, o zaman T1 böl T2 nə eləyir? 8 eləyir. Aha, 10-cu sualda bizdən düsturu soruşur uşaqlar. Bayaqdan qeyd edirik bu düsturu biz. V2 böl V1 qamma üstünə T2 çıx T1 böl 10'a. O da Y variantında olmuş oldu bayaqdan işlətdiyimiz düstur. 11-də nə deyir? Deyir, temperatur 70 dərəcədən 100 dərəcə artırdıqda reaksiyanın sürəti 27 dəfə artır. Reaksiyanın sürətinin temperatur əmsalını hesablayın. Yəni biz bu düsturu yerinə qoyacaq. Bax, yuxarıdakı düsturu yerinə qoyub hesablayacaq. Sürət 27 dəfə artırsa, yəni V2 böl V1 elə bir 27 deməkdir. 27 bərabərdir. Temperatur əmsalını biz tapırıq. Qamma üstü T2 100, T1 70. 100 çıx 70 böl 10'a. Aha, 27 bərabər eləyir. 27 uşaqlar nə deməkdir? 3'ün kubu. Qamma üstü 100-dən 70 çıxırsınız. Neçə eləyir? 30. 30'da olan bölür 3. Qamma üstü 3 deməli, yuxarıda 3, aşağıda deməli qamma neymiş? 3'müş. Bu şəkildə həll olunur. 12'də uşaqlar, buradakı K, biz bunun əvvəlki bölmədə də işləmişdik. Buradakı K olur sürət sabiti. Yanınızda saxlayın. Buradakı K olur nə? Sürət sabiti. Bunu da qeyd edin uşaqlar. Gəldik biz 13-cü suala. Qrafikləri verib bizə. Deməli, biraz böyüdüm. Balacalaşdırın. Deməli, 2SO2 üstəgəl O2 alınıb 2SO3. Uşaqlar, bizə nə deyir? Oksigenə görə sürətin zamanın asılılığını tapın. Uşaqlar, oksigen reaksiya girənsə get-gedə nə etməlidir? Azalmalıdır. Ona görə olacağımız B variantı. 14'də kükürt dioksid. Kükürt dioksid nədir? SO2. SO2. O da reaksiya girən maddədir. O da həmçinin get-gedə azalmalıdır. Amma kükürt trioksid desəydə artardı o zaman. Çünki kükürt trioksid alınandır. Burada nə deyir? Reaksiya sürətinin molyar qatılıqdan biz bilirik ki, sürət molyar qatılıqla
uşaqlar düz asıldı. Hansı düstura əsasən? V bərabərdir delta C böl delta tau düsturuna əsasən görürük ki, sürət qatılıqla düz asıldığına görə cavabımız A variantı edir. Baxaq 16-cı sualı. Əgər uşağı azotla hidrogeni veribsə, deməli reaksiyaya girən maddələr elə azotla hidrogen imiş. Yaxşımı? Azotla hidrogen imiş. Deməli, reaksiyaya girən azotla hidrogen isə alınıb NH3, düzdürmü? Yəni elə bir belə olur da reaksiya. Azotla hidrogen girir reaksiya. Alınır nə? NH3. Deməli, bu reaksiya nə reaksiyası? Sintez, birləşmə reaksiyası. O zaman 1 düzdür. Bir də parçalanma deyil, 2 səhvdir. Bir də bayaqdan dedik K nədir? Sürət vahidi. Buna görə cavabımız 1, 3. Amma NH3-ü veribsə sizə, deməli birinci duran NH3-dür. Nəyi verəcək? O birinci durandır. Yəni NH3 parçalanır azotla hidrogenə. Bunu göstərmək istəyir. Deməli, bu parçalanma reaksiyasıdır və yenə K sürət sabitdir. 2 ilə 3 olan cavab da A variantı olur uşaqlar. 19-cu sualda nə deyir? Reaksiya deyir 30 dərəcə Selsidə 60 saniyə ərzində başa çatarsa, bu reaksiya 50 dərəcə Selsidən 2 saniyə ərzində başa çatar. Reaksiyanın sürətinin temperatur əmsalı da 2-dir deyir. Yine biz düsturu yerinə qoyuruq. Hansı düsturdur? Buradan yazaq. V2 böl V1 bərabərdir qamma üstündə T2 çıx T1 böl 10 düsturu. İndi sizə verilənləri deyim, onu sizin yerinə qoyub tapaq. Deməli, bizə deyir ki, 60 saniyə ərzində başa çatır. Yəni, sürət 60-dır. Deməli, sürət 60 böl V1 bərabərdir. Qammamız 2-dir. 2 üstü. Temperaturumuz biri 30, biri 50-dir. 50-dən 30 çıxsınız 20 bölürsünüz. Ona eləyir 2. Yəni 60 böl V1 bərabərdir. 2 üstü 2 4-ə. V1-imizə buradan eləyir 15. 18-ə də oldu D variantı. 19 da həmin qaydadır uşaqlar. 20-yə baxaq. 20-dən nə deyir? 20 də həmin qaydadır. Yəni V2 böl V1 bərabərdir qamma üstü T2 çıx T1 bölək 10-a. Yəni burada da temperatur əmsalı. Bax, verilənləri yazım. Siz də düsturda yerinə qoyub hesablayın. Qamma 2-dir. 120 Selsi dərəcədə. Yəni bu demək istəyir ki, temperaturdan biri 120-dir, biri 150-dir. Deməli, T2'miz olsun 150, T1'imiz olsun 120. Biri də 16 saniyə başa çatırsa, yəni V2'miz də olsun 16. Siz buradan V1'i taparsınız. Düsturda yerinə qoymaqdan. V2 böl V1 bərabərdir qamma üstü T2 çıx T1 böl 10. Uşaqlar cavab 2 edir. Siz yerinə qoyun, hesablayın. Baxaq 22-yə deyir, hansı ifadələr doğrudur? Hansı ifadələr doğrudur? Deyir, bərk maddə maye və ya qaz halında olan maddə ilə qarşılıq təsir olduqda reaksiyanın sürəti bərk maddə xırdalanma dərəcəsinin asılıdır. Bəli uşaqlar, maddə xırdalandıqda reaksiya sürətlənir. Maddə xırdalananda reaksiya sürətlənir. Bunu bir nəzəriyyə kimi yadınıza saxlayın. Bu birinci fikir düz fikirdir. Yəni reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsinin asılıdır fikri düzdür. Birinci oldu düz fikir. İkinci fikir nədir? İkinci fikir deyir ki, katalizator yalnız bərk halda olur. Xeyr, həm bərk halda olur, həm maye halında olur, həm qaz halında olur. Deməli ki, səhvdir. 3-də nə deyir? Deyir ki, əgər katalizator kimyəvi reaksiya zamanı əmələ gəlirsə, belə reaksiya avtokatalitik reaksiya adlanır. Bəli, bu da düzdür. Bunu da nəzəriyyə kimi yadınızda saxlayın. Avtokatalitik reaksiya deyilir onlara. Üçüncü fikirdə düzdür. Deməli, 1 düzdür və 3 düzdür. Oldu cavab B variantı. %23'də deyir doğru deyil. Deyir reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsinin aslı deyil. Deyil deyirsə deməli bu səhvdir, çünki aslıydı. Heterogen sistemli reaksiya fazalarının toxunma səthində gedir. Bəli, çünki heterogenda deyirdik bərk olur, bərk də toxunma səthi olmalıdır. 3-də nə deyir? Reaksiyanın sürəti sabit temperaturdan asılıdır. Bəli, asılıdır. Deməli səhv olan yalnız 1 oldu. Cavabımız B variantı.
24-dən nə deyir uşaqlar? Deyir ki, T2 T1 temperaturuna gedən reaksiya sürəti nisbəti budur. Reaksiyanın burada siz gəlin düsturu yazaq biz. V2 böl V1 bərabər idi. Nə idi düsturumuz? Qamma üstündə T2 temperaturların fərqi böl 10-a. Yəni indi bizə deyir ki, V2 böl V1 8-dir. 8 bərabərdir. İndi qammanı deyib x-dır. T2 çıx T1 böl 10-u da verib y-dir. Yəni y böl 10. Siz burada yerinə qoymalısınız ki, hansını da x-ın y-i yerinə qoysanız cavab 8 eləyər, düz olur. Məsələn, gəlin A variantını yoxlayaq. A variantı x-ın yerinə 3 qoy. Yaxşı, x-ın yerinə 3 qoyuram. Y-ın yerinə 30 qoy. 30 ona böləndə 3 eləyir. 3 üstə 3 amma 27 deyir, axı 8 olmalı. Demək, A variantı səhvdir. Gəl buna baxaq. 20 qoy deyir y-ın yerinə. 20-ni ona böl 2. Bu da 3-dür. 3 üstə 2 də nə eləyir? 9 eləyir. Deməli, bu da səhvdir. Gəlin C-yə baxaq. Deyir, x-ın yerinə 2 qoy. X-ın yerinə 2 qoysaq əgər. X-ın yerinə mən 2 qoyuram. Y-in yerinə 30 qoyuram. 30-u ona bölürəm, 3 edir. Bəli, 2 üstü 3 həqiqətən də 8 edir. Ona görə cavabımız C variantı olmuş olur. 25 də həmin qaydadır. İndi də, yəni, Y-in yerinə 40, 20, 30, 20 qoyun. Görün, hansını da cavab 27 eləyəcək. Yuxarıdakı kimi. Yəni, gəlin qoyaq. 27 bərabər eləsin. 27 bərabər eləsin. X üstü Y bölək 10-a. Aldıq mı? Düstura saysan. İndi baxın D variantına 3. X-in yerinə gəlin 3 qoyaq. Y-in yerinə 30 qoyaq. 30 ona bölən neçə eləyir? 3. 3 üstü 3 də həqiqətən də nə elədi? 27 elədi. Deməli, cavabımız oldu D variantı. Digər variantları da siz yoxlaya bilərsiniz uşaqlar. Deməli, X qaz 26-cı sual. Üstə gəl Y qaz. Alınır Z qaz, üstə gəl T qaz. Deyir, bu sxem üçün hansı ifadə doğru deyil? Zaman keçdikcə. A variantını deyir, X-in qatılığı azalır. Bəli, X-in qatılığı azalır. Çünki X reaksiya girən maddədir. Girən maddələr azalır, alınan maddələr artır. Deməli, A variantı düzdür. Bizə səhv istəyir. T-nin qatılığı artır. Bəli, çünki T alınandır. Alınanlar nə olur? Artır. C-də nə deyir? C-də deyir ki, reaksiya sürəti azalır. Reaksiya sürəti, bəli, get-gedə nə edir? Azalır zaman keçdikcə. Azalır. Sonra, Z-in qatılığı artır. Bəli, dedik, alınanlar artır. Amma burada nə deyir? Reaksiyanın sürəti artır. Xeyr, reaksiya get-gedə nə edir? Sürəti azalır. D variantı səhvdir. Artır, yox, azalır olmalıydı. 27-ci suala baxırıq. Deyir ki, sink qırıntısı ilə 2 mol natrium OH məxulu reaksiya girir. Alınır natrium 2, sink O2, üstəgəl hidrogen. Reaksiyasında ayrılan hidrogen qazının həcminin zamanın asılı qrafikin əsasən hansı ifadələr doğru deyil? Bizdən səhv istəyir, düzdürmü? Reaksiyanın sürəti zamanın asılı olaraq dəyişir. Bəli, dəyişir. Görürsünüz burada. Gör, belə idi, belə oldu, getdi. T1 anda ayrılan hidrogen həcmi. T1 anında ayrılan hidrogen həcmi 1 litrdir. Burada biz 2 litr deyirik. Bu səhvdir. T2 anında 2 litr olmalıydı. Baxın, gördünüz burada T2-ni 2 göstərir. Z qırıntıları toz halına salınarsa reaksiya sürəti artır. Bəli, dedik axı, nə qədər xırdalanarsa, o qədər reaksiya sürəti gedir. 3 də düzdür. Səhv olan bizdə yalnız 2-dir, o da D variantı olmuş. Oldu. 28-ə baxaq. Burada isə doğrunu soruşur bizdən. Reaksiyanın sürəti zamanla sonra dəyişmir. Xeyr, dəyişir. Bu səhvdir. T2 anında ayrılan hidrogen 2 litrdir. Bəli, 2 litrdir. Baxın. Kəsişdirəndə 2-dir. Alüminium qırıntıları toz halına salınarsa sürət artar. Bəli, artar. Doğrudur istəyir. 2 ilə 3 B variantı. Baxaq 29-cu suala. Hansı reaksiya təzyiqi 2 dəfə artırsa, reaksiyanın sürəti də 2 dəfə artar. Bizim belə bir düsturumuz var idi. V bərabərdir K vurulsun. Məsələn, A üstü neçə, B üstü neçə. Yəni, əmsal qüvvətlərinə yazırdıq. Düzdürmü? Verən əmsalları qüvvətlərinə yazırdıq. O düsturdan istifadə ediləcək. Uşaqlar, burada ilə siz suyun sintezini görsəz, baxın. Suyun sintezinə də su əmələ gəlmə reaksiyası. 2H2 üstəgəl O2 alınır 2 su. Baxın, 2 dəfə artırsaq, 2 üstü 2 bu eləyər.
2 üstü 1 də bu eləyər və bunları bir-birinə vursaq, 2 kvadrat 4, 4 2-yə vursaq 8. 8 dəfə artdı həqiqətən də. Suyun elektrolizi uşaqlar, suyun parçalanmasıdır, bunu götürməyəsiniz. Amonyakın parçalanması da götürməyəsiniz. Hidrogen xloridin sintezində isə hidrogen xlorid belə olur. H2 klor 2, burada da 1-in 1-ə. Yəni 2 bunu götürsək, 2 bunu götürsək, 2 2-yə vursaq 4 eləyər. Çünki əmsalları 1-də axı. Ona görə qüvvətli bir şəklini yazaq 4 eləyər. Bunu götürmürük. Amonyakın sintezində isə amonyakın sintezi reaksiyasında yenə götürməyəcək uşaqlar. Ona görə bizdə olacaq sintez, suyun sintezi oldu C variantı. 30-cu sualı baxaq. Nə deyir? Deyir, axıra qədər gedəndə başlanğıc maddə. Başlanğıc maddə get-gedə nə edir? Azalır. Amma alınan soruşsa artar götürərdik. 31-də məhsul deyil. Məhsul alınanda axı məhsul da nə edir? Get-gedə artır. Ona görə cavabımız C variantı. 32-ci suala baxaq. Temperatur 60 dərəcə Selsidən 80 dərəcə Selsiyə qədər artırdıqda reaksiyanın sürəti neçə dəfə artar? Temperatur əmsalı da 2-dir. Yəni bizdə deyir ki, V-ni tap. V bərabər idi. Qamma üstü temperaturların fərqi böl 10-a. Sürəti biz tapmalıyıq. Qammanı verib 2. Temperatur fərqləri 80-60'ı çıxıram 20. 20'ni ona bölürəm. 2 üstü 2-də eləyir 4. O da C variantı. Sonra baxaq biz 33-cü suala. Burada nədir? Doğru deyil. Reaksiyanın sürəti zaman getdikdə azalır, artır, yox. Deməli, bu səhv cavabdır. 33-də C-dir. Bundan bayaq işləmişəm. Gəlin digər variantlara baxaq. Reaksiyanın sürəti azalır. Burada bu səhvdir. Aha. Reaksiyanın sürəti zaman keçdikcə azalırmı? Bəli, azalır. T-nin qatılığı artır. Alınanlar artır. Yəni T artır, Z artır. Yəni Y də düzdür, B də düzdür. Girənlər isə qatılıqları azalır, sərf olunur deyə. Deməli, X də azalır. Deməli, X azalır, Y azalır, Z ilə T artır. Reaksiya girənlərin qatılıqları azalır. Reaksiyanın məhsulları alınanlar isə artır. Deməli, baxaq 34-cü sualla. Deməli, bundan işləmişdik. Düsturu yerinə qoyaq. Mən yazım düsturu, siz hesablayın. Yəni, V2 böl V1 bərabərdir. Qamma üstü T2 çıx T1 böl 10. İkincinin surəti 3/2'dir. Birinci 0/2'dir. Temperaturu verib birinci 70, ikincini istəyir bizdən. Qamma isə 2'dir. Yerinə qoyub hesablayırıq. Baxaq 35-ci suala. Baxırıq 35-ci suala. Deməli, biz bilirik ki, reaksiya edən qabın həcmi ilə onun surəti tərs asılıdır. Yəni, qabın həcmi artdıqca sürət neyir? Azalır. İndi baxın, birincidə deyir ki, artır. Artırsa biz deməli, həcmi artırsa deməli, biz sürəti azalan götürməliyik. Ya bu variant olacaq, ya bu variant, ya bu variant. B ilə D-ni çıxardarıq. Eyni zamanda ikinciyə baxırıq. Azalıbsa artan variantları götürməliyik. Yəni, A, C, Y-də artıb veririk. Düzdür. Gəlin də baxaq. Birincidə 2 dəfə artıbsa, yenə əmsallara baxırıq. 2 vuraq, 2 eləyir 4 dəfə azalır. Düzdürmü? Çünki hərəsinin əmsalı 1-dir. 2 üstü 1 vuraq, 2 üstü 1 o da eləyir 4. Bu azalma 4. İndi baxın ikinciyə. 2 dəfə azalıb. Bu əmsalı 2, deməli qüvvəti 2 qalxır. 2 vur 2 vurulsun 2 üstü 1. Oksigen 2 1'dir. 2 üstü 2 4, 4'e 2 oranı 8 dəfə azalır bu. Artır daha doğrusu. Bu doğru cevabımız Y variantı. 36'ya baxırıq. 36'da nə deyir? Deyir ki, sabit temperaturda porsiyonla təchiz edilmiş qapalı qabda biz təzyiqi 4 dəfə
artırdıqda düzünə gedən reaksiyanın sürət dəyişməsini, əksinə gedən reaksiyanın sürət dəyişməsinə olan nisbətini tapın. Gəlin birinci düzünəni tapaq, daha sonra əksinəni tapaq, sonra onları bir-birinə bölək. Nisbətidir. Düzünəni tapmaq üçün 4 üstü 1, çünki azotun qabağı 1-dir, qüvvətə də qalxır 1. 4 üstü 1 vurulsun 4 üstü 3, çünki hidrogenin qabağı 3-dür. Bu da eləyir 256. İndi baxaq V əksinəyə. Əksinəyə amoniakı götürürük. Yəni 4 üstü 2, çünki əmsalı 2-dir, qüvvətə də 2 qalxır. O da eləyir 16. V düzünəni V əksinə bölək. V düzünəni bölürük V əksinəyə. Yazdım. Düzünə 256-dır. Əksinə 16-dır. Böləndə də qalır 16. O da olur C variantında. Baxaq indi 37-ci suala. İndi uşaqlar başlanğıc mol sayını verib, artıq qalan mol sayını da verib. Bizdən indi X ilə Y arasına gedən reaksiyanın kinetik tənliyini tapın deyir uşaqlar. Deməli, burada biz nə edirik? Baxın, 0,1 buradadır. 0,0 da buradadır. Düzdürmü? Burada isə 0,5 və 0,2 verilib bizə. Fərqinə baxın. 0,1-dən 0,0 çıxanda 0,1 qalır. 0,5-dən həmçinin 0,2 çıxanda 0,3 qalır. Eyni zamanda 0,2-dən 0,1 çıxanda 0,1 qalır. Həmçinin 0,3-dən 0,0 çıxanda 0,3 qalır. Deməli, o zaman bu eləyir 0,1, bu da eləyir 0,3. Deməli, Y X-dən 3 dəfə böyük olmalıdır. Yəni, Y-in qüvvətində 3, X-in qüvvətində 1 olmalıdır. O da C variantında göstərilir. 38-ci suala baxırıq. İndi gəlir bizdə açıq suallar. Gəlin açıq suallara baxaq. Yəni, variantsız suallara. Deyir ki, uşaqlar, reaksiyanın sürətinin temperatur əmsallarını verib. Birinə 2, birinə isə nə? Neçə? 4 verib. Birinə deyib ki, X qaz, Y qaz alınır, Z qaz. Birinə deyib T bərk, Y 2 mol alınıb, Y bərk. Deyir, hansı hallarda hər iki reaksiya eyni dəfə sürətlənir? Eyni dəfə sürətlənir. Baxın, deyir, hər iki reaksiyanın temperaturunu 10 dərəcə artıranda. 10 dərəcə artıranda eyni qədər sürətlənirmi? Xeyr. Çünki birinin sürətinin temperatur əmsalı 2-dir, birinki 4-dür. Bir səhvdir. İkincidə, Y-in qatılığını 2 dəfə artıranda, Y-in qatılığını 2 dəfə artıranda, birində 1 dəfə əmsal, birində 2-dir. Birində 2-dir. Yəni, olacaq biri 2 üstü 1, 2. Biri də olacaq 4 üstü 2, 16. Yəni, bu da səhvdir. Eyni qədər sürətlənmir. Üçüncü, təzyiqi 2 dəfə artıranda. Bəli, təzyiq biz mollara baxırdıq, düzdürmü? Baxın, burada reaksiya girən də 2-də alınan 1-dir. Yəni, reaksiya girənlərə daha çox baxırıq. Burada da yenə 2-dir. Alınan yenə 1-dir. Çünki bərk təsir eləmir daxil təzyiqə. Qazlara baxırdıq ancaq biz. Deməli, ikisində də 2 dəfə artırana eyni qədər sürətlənir. 4-də baxırıq. Birinci reaksiyanın temperaturunu 40 dərəcə, ikincini isə 20 dərəcə artıranda. Birinci 40 dərəcə artıranda temperatur əmsalı 2-dir. 2 üstü 40 böl 10 eləyir 2 üstü 4, o da eləyir 16. İkincidə isə 4 üstü 20 dərəcə artıranda deyil. 20 bölək 10, 4 üstü 2, bu da yenə eləyir 16. Deməli, bu yenə ikisi də eyni qədər sürətləndi. Deməli, biz götürəcəyik 3-ü, bir də 4-ü. 39-cu sualda hansı reaksiyalar aparılan qabın həcmini 2 dəfə azaltdıqda sürət 8 dəfə artır? Baxın, görürsünüz, özü burada qeyd edilir ki, həcmlə sürət tərs asılı, yəni həcmi azaldanda sürət 8 dəfə artır deyir. Biz burada uşaqlar əmsalları qeyd eləmək, çünki özü qeyd eləməyib, əsas biz burada əmsallaşdırma aparmalıyıq. Burada hidrogenin qabağına 3 düşür uşaqlar. Mən yaxınlaşdırım bunu.
İndi sizə qeyd edirəm. Baxın, bura hidrogen bura düşür 3. Sonra bura düşür 2. 2 hidrogen. Sonra bura hərəsi 1 mol 1 mol düzdür. Burada 2 dənə NO düşür bura. Bura isə 2 CO düşür. İndi gəlin baxaq. 2 dəfə artırıram, bu 2 üstü 1 eləyir. Bu isə 2 üstü 3 eləyir. 2 üstü 3 8, 8 də 2-yə vuranda 16. Bu 16 elədi. Deməli 1-i götürmürük. İkinciyə baxıram. 2 üstü 2 4, 2 üstü 1 2. 4-ü də 2-yə vururam 8. Deməli bu 2-yi götürürəm. 2-ni götürürəm. 3-ə baxıram. 2 üstü 1 2, 2 üstü 1 2. 2-ni də 2-yə vuranda 4 eləyir. 3-ü də götürmürəm. Bura baxıram. 2 üstü 2 4, bu da 2 üstü 1 2. 4-ü də 2-yə vuranda 8 eləyir. Deməli bu 4-ü də götürürəm. Eyni qayda bu. 2 üstü 2 4, 2 üstü 1 2. 4-ü də 2-yə vuranda 8. Eyni qayda bunu da götürürəm. Deməli oldu cavabımız 2, 4 və 5. Bu şəkildə. 40-cı sualda uşaqlar, yenə biz V2 böl V1 düsturu qoyun buradan yazın. V2 böl V1 bərabərdir qamma üstü T2 çıx T1 böl 10 düsturun əsasını hesablayırıq. Temperatur 70, temperatur 50. 70-dən 50 çıxıram, bura eləyir 20. 20 ona bölürəm 2. 2 üstü 2 də temperatur əmsalını 2 verir. Bax, 2 üstü 2 də 4 eləyir. V2 böl V1 4 eləyir. Biri 40-dırsa, o zaman digəri 160 eləyir. 40-ı da 4-ə vururam. Eləyir 160. 41-ə baxırıq. Deməli, V2 böl V1 bərabərdir nəyə? Qamma üstü T2 çıx T1 böl 10'a. Düzdürmü? Zaten bizə qammamızı 3 verib. Yəni V2 böl V1-də 81 verib. Deməli 81 bərabərdir 3 üstü x böl 10'a. Baxın 81 3 üstü neçə deməkdir uşaqlar? 81 3 üstü deməli 3 üstü 3'ün kvadratı 9, 3'ün kubu 27, 27, 3 üstü 4 deməkdir. Deməli o zaman bu eləyir 40. 3 üstü 4 81 eləyir, düzdürmü? 40 eləyir. Sonra biz baxırıq. 42 də həmin qayda ilə həll olunur. 43 də həmin qayda ilə həll olunur. 44 də. Ümid eləyirəm, onları rahat şəkildə yaza bilərsiniz. Şimdi baxaq biz 45-ci suala. Yenə biz yazırıq V2 böl V1 bərabərdir qamma üstü T2 çarx T1 böl 10. V2'ni verib, daha doğrusu V2 verib, biri nisbətini 8 verib, qammanı 2 verib, birini 100 verib. Yəni biz tapmalıyıq. T2'yə x deyib, yəni x çıxaq 100 böl 10'a. 8 də 2'nin kubu şəklində yazsaq, onda bunu silək. 8'i 2'nin kubu şəklində yazaq. 2'nin kubu. Deməli 2, 2. Deməli üstləri də 3 olmalıdır. Bu 3 deməli x çıxaq 100 bölək 10'da 3 olmalıdır. Böl 10, 3 olmalıdır. Buradan da x eləyir 130. Düzdürmü? X oldu 130. 46 da həmin qayda ilə həll olunur uşaqlar. 27 bərabər eləyisiz 3'sü 180 çıx x böl 10'a. 27'ni də silək. 3'ün kubu şəklində yazaq.
Şükür. Qırx altını izah eləyirəm. Biz düsturumuzu yazırıq. Deməli, birinci, baxın, V2 böl V1 bərabər eləyirik qamma üstündə T2 çıxaq T1 bölək 10'a. Düzdür, zaten bizə 27'ni verib V2 böl V1 yerinə. Qammamızı verib 3. T1'imizi istəyir bizdən. T2'ni yerinə yazırıq 180 çıxaq T1 bölək 10. Buradan da T1 eləyir, ay uşaqlar. Hesablayarsın. Buradan hesablayarsın. 47'ye baxırıq. 47'də deməli V2'ni verib, V1'i verib, V2'ni verib, T1'i verib, T2'ni verib, qammanı da verib. Yenə gəlin verilənləri yazın. Baxın, qammanı verib bizə 2. V2'ni verib, bu V2'dir. V2'ni verib 3 onda 2. V1'i isə verib 0 onda 2. T1'i T2'ni verib bizə 90. T1'i də soruşur. Sual. Düsturumuz da belədir ki, V2 böl V1 bərabərdir qamma üstündə T2 çıx T1 böl 10. Yerinə qoyun, hesablayın. 48'e baxırıq. Qammanı verib 36 dəqiqədən 4 dəqiqəyə verib. Baxın, bu 36 V2'dir. Bu 4 V1'in qiymətidir. Temperaturu, yəni baxın, 36'nı bölürsüz 4'ə bərabər isə qamma üstü T2 çıxaq T1 böl 10'a. T2'miz neçədir? Qammamız neçədir? 3. Zaten biz T2 çıxaq T1'i tapmalıyıq, düzdürmü? Böl 10'a. 36'ın 4'ü bölü 9. 9'u da 3'ün kvadratı kimi yazsaz 3, 3. Deməli T2 çıx T1 bax böl 10 neçəyə bərabər olur? 2'yə. Çünki 36 böl 4 9 eləyir. 9'u da 3'ün kvadratı deməkdir. Buradan T2 çıx T1 neçə eləyir? 20 eləyir. Gəlirik 49-cu suala. Deməli silim buranı mən. 49'da maraqlıdır. Aha, 49'a baxırıq. Deməli, buradan gəlin hamısını biz mola çevirək. Baxın, 28 qram birincini yazsam, oxu qoyaq. 28 qram hidrogen neçə mol hidrogen deməkdir? 14 mol. Niyə? 1 mol hidrogenim 2 qramdır. 28 qram molda 14 mol eləyir. 14 hidrogen H2. Bəs üstə gərək bu mol deməkdir. 28 qramın neçə mol oldu? 1 molum 28 qramdır. Deməli 28 qramdır. 1 mol deməkdir. 1 mol azot. Keçək ikinciyə. 28 mol hidrogen, elə bunu 28 ilə verib. Nə gözəl. 28 hidrogen. Üstə gəl. 28 qram hidrogenim isə yenə 1 mol. 28 qram azotum isə elə 1 mol azot deməkdir. Bunu yazandan sonra biz keçirik reaksiyanın özünü yazmağa. Yəni azotla hidrogen reaksiya aparır. 1 mol azot üstə gəl 3 hidrogen alınır 2 mol amonyak. 2NH3. Düzdürmü? Sonra uşaqlar bizə deyir ki, ikinci qabdakı reaksiya birinci qabdakı reaksiyanın 2 dəfə sürətlidir. İkinci qabda 28 hidrogen yoxdur və burada da 3'dür. Deməli 28'in üstünə 3 qalxır. Düzdürmü? Əmsal qüvvətə qalxır. Vuraq 1 azot. 1 azot elə misalı da 1'dir. 1 üstü 1 yazıram. Bu ikinci idi. Neçə dəfə sürətli gedirdi? Deməli mən bunları bölməliyəm. İkinci tapdığımı birinci tapdığıma bölməliyəm. İndi birinci tapdığıma baxaq. 14 hidrogen idi, düzdürmü? Əmsalda 3'dür. Qüvvətə qalxır deməli 3. 14 üstü 3. Azot da 1'dir. 1 üstü də 1. Bunu da ixtisar aparsaz eləyir 8. Bir də izah edirəm. Birinci verilənləri mola çevirirəm. Birinci
qabdakını mola çevirirəm, ikinci qabdakını mola çevirirəm. Birinci qabdakını çevirdim, 14 hidrogen elədi, 1 mol da azot elədi. İkinci qabdakını da çevirdim, 28 mol hidrogen, 1 mol azot elədi. Daha sonra biz amonyakın alınma reaksiyasını yazırıq. 1 mol azot, 3 mol hidrogenlə girir, 2 mol amonyak alınır. Və biz deyirik ki, əmsal həmişə qüvvətə qalxır. İkincini tapanda 28 hidrogen idi, əmsal hidrogen 3-dür. Deməli 28 üstü 3. 3 qüvvətə qalxdı. Azot da 1 idi, azotun da əmsalı 1-dir deyə qüvvətə 1 qalxdı. Sonra bizə deyir ki, ikinci qabdakı birinci qabdakı işləmə sürətli gedir. O zaman ikinci qabda tapdığımı birinci qabda tapdığıma bölürəm. Birinci qabda tapdığım isə 14 hidrogen idi. Yəni hidrogen əmsal 3-dür. 3 14-ün qüvvətinə qalxır. Azot 1 idi, əmsal da 1-dir. 1-i də üstünə 1 qüvvətə qalxır. Böləndə isə 28 eləyir uşaqlar, üzrünü sayın. Cavab 8 eləyir. 50-ci suala baxaq. Burada gəlin bir-bir variantlara baxaq. Deyir, NO-nun qatılığını 2 dəfə artıranda. NO-nun qatılığını 2 dəfə artıraram. 2 üstü 2 eləyər. Çünki əmsal 2-dir axı. 2 də qüvvətə qalxır. 2 üstü 2, 4. Azotu dəyişmirəm. 4-ü 2-yə vururam. Aha. Burada oksigen dəyişmir, oksigeni heç nə eləmirəm. Sadəcə NO-ya baxıram. NO-nun qatılığını 2 dəfə artırdım. 2 üstü 2, 4. 4 dəfə artdı. Deməli 2 getdi A. B-yə baxıram. Oksigenin qatılığını 2 dəfə artırıram. Əmsalı da 1 deyil, 2 üstü 1, 2 dəfə artmış oldu. NO-nun qatılığını 2 dəfə artır, oksigenin qatılığını 2 dəfə azalt. NO-nun qatılığını 2 dəfə artırsam 2 üstü 2, 4. Azotun qatılığını 2 dəfə azaltsam elə 2 dəfə azalmış olur. 4 dəfə artırdım, 2 dəfə azaltdım. Neçə dəfə artmış oldu? 2 dəfə artmış oldu. C də gedir 1-ə. NO-nun qatılığını 2 dəfə azalt. NO-nun qatılığını 2 dəfə azaltsam 2 üstü 2, 4. 4 dəfə azalmış olur. Oksigenin qatılığını 2 dəfə artır, 2 dəfə artmış olur. 2 dəfə artır, 4 dəfə azalt. Neçə dəfə azaldı? 2 dəfə azaldı. 3 də getdi. Oksigenin qatılığını 2 dəfə azaldanda elə 2 dəfə də azalmış olur. 3-ə də Y gedir. Sonra baxaq 51-ci suala. Deməli, CO-nun qatılığını 2 dəfə artır. CO-nu 2 dəfə artırıram. 2 üstü 2, 4 dəfə artmış oldu. 3-ə A. Oksigenin qatılığını 2 dəfə artır. Əmsal 1 dedi, elə 2-nin üstü 1, 2 dəfə artmış oldu. 1-ə getdi B. CO-nun qatılığını 2 dəfə artır. 2 dəfə artırdım, 4 dəfə artmış oldu. Düzdürmü? Oksigenin qatılığını 2 dəfə azalt. 2 dəfə azaltdım, elə 2 dəfə azalmış oldu. 4 dəfə artır, 2 dəfə azalt, neçə oldu? 2 dəfə artmış oldu. CO-nun qatılığını 2 dəfə azalt. 2 dəfə azaltdım, 4 dəfə azalmış oldu. 2 üstü 2, 4 eləyir. Oksigenin qatılığını 2 dəfə artır, 2 dəfə də bunu artırdım. Nə oldu? 2 dəfə azalmış oldu. 2-yə də getdi. Daha sonra deyəndə tapdıq. İndi Y-yə baxaq. Oksigenin qatılığını 2 dəfə azalt, elə 2 dəfə də azalmış oldu. Y variantda 2-yə getdi. Bir-bir yerinə qoyub yoxlayırsınız uşaqlar. Burada verilənlər sizdə sürətinin dəyişməsi. Baxın, Y2 verib sürətinin dəyişməsi. Yəni siz nə edirsiniz? V2 böl V1 bərabərdir qamma üstündə T2 çıx T1 böl 10. Bununla həll edirsiniz. Bu V2 çıx V2 böl V1 bizə Y2 verir. Baxın, V2 böl V1 bu option. Verir bizə Y2. Qammamız burada bir-bir özünü verib variantlar arasını tapırıq. Gəl məsələn bir variantı tapaq. A variantına baxın. Qammanı deyir yerinə qoy 4. Qammanı yerinə qoydum 4. T2 60-dır. 90 60-ı çıx 30. 30-u da ona böl 3. 4 üstü 3 neçə elədi? 64. Deməli 1-ə getdi A. 2-yə baxıram. Qamma 2-dir. Yaxşı. Temperaturu 130. 130-dan 90 çıx neçə elədi? 40. 40-ı ona böl 4. 2 üstü 4 neçə elədi? 8. Belə bir variant yoxdur ki, deməli B heç birinə getmir. C-yə baxıram. Qammam 3-dür. 90 50 çıx 40. 40-ı da ona böl 4. 3 üstü 4 o da eləyir 81. 3-ə getdi C. Sonra D-yə baxıram. Qammam 3-dür. Temperaturu 120. 120-dən 90 çıx 30. 30-u da ona böl 3. 3 üstü 3 27. 27 olan cavab D-dən. Aha. Qammam 2-dir. Temperaturum 30. 90-dan 30 çıxanda 60. 60-ı da ona böləndə 6. 2 üstü 6 64 eləyir. 1-ə də gedir Y variantı.
bu şəkildə 54-də gəlin baxaq. Bir hidrogen qatılığını 2 dəfə artırdıqda, aha. Baxın, hidrogen qatılığını 2 dəfə artırıram. 2 üstü 3 8 eləyir. Deməli 8 dəfə artır. 1-ə getdi A. İkinciyə baxıram. Azotun qatılığını 2 dəfə azaldır. Azotun qatılığını 2 dəfə azaldığında elə 2 dəfə azalır. 2-yə getdi Y. Azotun qatılığını 8 dəfə artır. Hidrogenin qatılığını 2 dəfə azaldır. 2 dəfə azaltdanda 8 dəfə azalmış olur. 2 üstü 3 8 eləyir. Azotun qatılığını 8 dəfə artırıram axı. Eyni zamanda 8 dəfə artırıb 8 dəfə azaldanda dəyişmir. Ona görə 3-ə də gedir, C gedir. Baxaq 55-ə. 55 də eyni qaydadır. Baxın, hidrogenin qatılığını 3 dəfə artır. 3 dəfə 3-ün 3-ün kubu, 3 dəfə 3-ün nədir? 3-ün kubu eləyir. O da eləyir 27. Deməli 27 dəfə nə də artdı. 1-ə getdi B. Azotun qatılığını 8 dəfə azaldığında elə 8 üstü 1 8 dəfə azalmış olur. 2-yə D. 3-ə. Azotun qatılığını 9 dəfə artır. Elə 9 dəfə artmış olur. Çünki 9 üstü 1 9 eləyir. Vur. Hidrogen qatılığını 3 dəfə azalt. 3 dəfə azaldanda 3-3-ə vuram 27. Bu 9 dəfə artdı. 27 dəfədən nədir? Azaldı. Deməli, necə oldu? 3 dəfə azalmış oldu. 3-ə də getdi Y variantı.